Burada da m-nı böyünə yazıblar. O səhv deyil əslində. Bir dənədir. Birincidir, bir dənədir. Əgər ikinci m, ikinci v olsaydı balaca olardı. Ona görə bu m səhv deyil, elə bu düzdür. Amma burada isə ikinci m var. İkincilər balaca olacaq. Sxemimiz səhv deyil, düzdür? Saday onun əlini silkəliyə. Bax, bu da iş feilidir. Feili bağlama formasına verilib. Gördünüz? 2 nöqtə otur. Fikir verin, ikisində də vasitəsiz nitqdən sonra vergül tire var. Görürsünüz? Ay, sağ ol. Sxemimizdə səhv yoxdur. İndi ən vacib D variantıdır. Ən çox işlənən budur. Amma sınağa sizə, bax, bu birinci, ikinci variantda düşmüşdü. Rus bölməsi Azərbaycan dilindən. Amma üçüncü qrupa bu D forması %100 düşəcək. Yəni, sizə də düşmə ehtimalı var. Baxın, nədir bu? Müəllifin sözləri, müəllifin sözü daha doğrusu, vasitəsiz nitqlərin arasındadır. Yəni, sağ və sol tərəfindədir. Vağzala sür, bax, dırnağı açıb vağzala sür, vergül tire, dedi, vergül tire. Yəni, dedi, bu nitq feilidir, bilirsiniz. Nitq feili, əgər iki vasitəsiz nitqin arasındadırsa, onun sağ və solunda eyni şey, vergül tire olur. Bunu mütləq yadda saxlayın. Sonra orada bilərsən. Baxın, dırnaqdan sonra qoyuldu nöqtə. Bayaq onu demişdim sizə. Nitqimizdə şeydə problem yoxdur ki. Bir də ki, bu sxemdən nöqtə olur sonda. Onu qoymaya da bilər, o səhv deyil. İkincidə yenə həmin şeydir. Baxın, sadəcə fərqi nədir? Birində dırnaqdır, birində tiredir. Görürsünüz? Dedinin sağ və solunda ikisində də vergül tire qoyulub. Önəmli bir şey budur. Bax, burada artıq 2-dən sonraki vergül qoyulub. Bunun vasitəsiz nitqə dəxliyyatı yoxdur. Bu, bağlayıcının vergülüdür. Sizə sual verə bilər ki, vasitəsiz nitqin durğu işarələri hansılardır? Məsələn, burada 1 qoyar dırnaqda, vergüldə 2 qoyar, tiredə 3 qoyar, bu birisi vergüldə 4, bunda 5 qoya bilər. Amma məsələn, bu 2-də 6 qoya bilər. Sən bu 6-nı götürməyəcəksən. Bu, mürəkkəb cümlənin vergülüdür. Daha doğrusu, bağlayıcının vergülüdür. Sənə aid olan bu saydıqlarım idi. Vasitəsiz nitqin durğu işarələri bax olardı. Aydın oldu. Burada modal sözün vergülü ola bilər. Xitabın, nidanın vergülü ola bilər. Sonra axırıncı. Axırıncıda da baxırıq uşaqlar. Müəllifin nitqi ilə vasitəsiz nitq ardıcıl növbələşir. Biri o, biri bu. Ola bilər birinci vasitəsiz nitqlə başlasın, növbələşsin. Ola bilər birinci müəllifin sözü ilə başlayıb növbələşsin. Bunun cavabı da nə ola bilər? Mən bir sualda dimdə görmüşdüm ki, cavab olaraq ABC-lər yazılıb. Bunları yazıb ora, nitqi də verib, sən də tapmalısan hansına uyğundur. Məsələn, müəllifin sözlərindən sonra, müəllifin sözlərindən əvvəl. Cavab da belə idi, müəllif nitqi ilə vasitəsiz nitqin ardıcıl növbələşməsi. Belə bir sualda düşmə ehtimalı olur. Çünki dimdə görmüşəm. Bax, paltarını geyinib, iş feilidir, gördünüz, feili bağlama formasındadır, 2 nöqtə qoyub dırnağı açıb. Mən gec gələcəm. Vergül tire dedi, vergül tire. Fikir verdiniz, vergül tirelər olduğu kimi qalıb. Gəlsən dədən sonra vergül qoyulub. Bu mürəkkəb cümlənin vergülüdür. Bunun aidiyyatı yoxdur. Bu, qarşılaşdırma budaq cümləsinin vergülüdür. Sabah gələcəm. Dırnaq vergül. Niyə vergülü qoyub? Çünki fikir bitməyib hələ. Tire, ələm əlini yellədi. Ələm adam adı olduğuna görə böyünə yazılıb. Baxın, nitqin şeydə də, nədir o, sxemində də heç bir səhv yoxdur. Aydın oldu mu? Sual olan var? Hə, sağ.